Bayramınız mübarək. Xanımlar və bəylər. Bugün 28 may 2026-cı il. Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Novxanıda bayram tədbiri keçirtmək üçün yürüyüşə hazırlaşır. Gördüyünüz kimi burada bizə müəyyən əngəllər törədirlər. Çoxlu maşınlar salıblar bu yola. Traktorlar, zibil maşınları və s. Müsavat Partiyasının başkanı İsa Qəmbəri görürük. Müsavat Məclisinin sədri Arif Acılını görürük. Resulzade! 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 Musavat! 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 Azerbaycan! 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 Azerbaycan, 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 Musavat, 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 dayan. Azerbaycan, 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 Musavat, 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 Resulzade, 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 Azerbaycan, Azerbaycan, Musavat, 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 Bayramlar mübarək olsun. Var olsun. Deməli, polis burada da əngəl törədir. Çəkiliş aparanda nərdivandan istifadə edirdik, onu əlimizdən aldılar. İndi görək burada hansı əngəllər yaradacaqlar. Buna baxmayaraq tədbirimiz davam edir.
Şaflarımız çok güzel. Aziz dostlar, müəyyən çətinliklərə baxmayaraq, müəyyən maneçiliklərə baxmayaraq, bugün bura gəlib, burada Böyük Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu kənddə, onun abidəsi önündə toplaşmağa imkan tapdığınız üçün sizin hər birinizə təşəkkür edirəm, sizin hər birinizi salamlayıram. Azərbaycan! 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 Aziz dostlar, bugün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108. il dönümü tamam olur. Bu münasibətlə Novxanı kəndində Böyük Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Cümhuriyyət qurucusunun abidəsi önündə keçirilən Müsavat Partiyasının təşkil etdiyi mitingi Azərbaycan Respublikasının himni ilə açıq elan edirəm. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladı şanlı vətənim, səndən dünya etməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qadiriz, üç rəngli bayrağıma məsul yaşam, üç rəngli bayrağıma məsul yaşam. Minlərlə can qurban oldu, sinəm hərbə meydan oldu, hüququndan keçən əskərlərə bir qəhrəman oldu. Sən olasan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan, namusunu hifz etməyə, bayrağını yüksəltməyə, namusunu hifz etməyə, cümlə gənclər müştaqdır. Şanlı vətən, şanlı vətən, Azər. Hanımlar ve beyler, aziz dostlar, bugün Azerbaycan için en mühim olan bir bayram günüdür. Çünkü bugün bizim halkımız Şərqdə ilk defa, Türk dünyasında ilk defa Cumhuriyet yaratmaya nail olur. Bizim halkımızın, milletimizin Japon denizinden Adriyatik denizine dek çok sayılı imperiyaları, çok sayılı devletleri olup milletimiz Avrasya mekanının büyük bir hissesinde çok sayılı devletler, imperiyalar yaratmaya nail olup. Ancak Azerbaycan Halk Cumhuriyeti bütün Şərqdə, o cümleden Türk dünyasında yeni bir hadiseydi. Azerbaycan Halk Cumhuriyeti'nin yaranması bütünlükte, bütün Şərq için, bütün Türk dünyası için, bütün İslam dünyası için bir numuneydi. Bundan 108 yıl evvel bizim halkımız çok çetin bir dövrde müxtəlif imperiyaların bu ərazidə maraqlarının toqquşduğu bir məqamda bu ərazidə Azərbaycan adlanan ümumiyyətlə millətimizə, xalqımıza aid olan bir dövlətin yaranmasına qarşı olduğu, bunun üçün böyük güclər sərf etdiyi, hərbi güclər sərf etdiyi bir dövrdə Böyük Məhəmməd Əmin Rəsulzadə, onun silahdaşları, Müsavat Partiyası, Azərbaycan xalqı öz iradəsi ilə, öz gücü ilə bu ərazidə 114.000 kvadrat kilometr Cənubi Qafqazın əksər ərazilərində bir xalq cümhuriyyəti yaratmağa nail oldu. Bu cümhuriyyətin ən üstün cəhətlərindən biri ondan ibarət idi ki, bu cümhuriyyət müstəqil bir dövlət olmaqla yanaşı,
həm də demokratik bir dövlət idi. Azad bir dövlət idi. Demokratik seçkilərin keçirildiyi bir dövlət idi. Qadınlara seçki hüququ verən bir dövlət idi. Hakimiyyətin dəyişdirilməsini xalqın iradəsinə buraxan bir hakimiyyət idi, hökumət idi. Bizim xalqımız belə bir qüdrətli dövləti hələ bundan 108 il əvvəl yaratmağa nail olmuşdur. Böyük Atatürk öz yazılarından birində qeyd edirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan xalqı Türkiyədən əvvəl uzun illər dövlətçilik tarixi olan Avropanın, Asiyanın böyük bir hissəsində nəhəng bir Osmanlı imperiyasını yaratmağa qadir olmuş bir xalqdan daha əvvəl, Osmanlı türklərindən daha əvvəl, Anadolu türklərindən daha əvvəl Azərbaycan ərazisində cümhuriyyət yaratmağa nail olmuşdur. Və bütün bunların müqabilində biz bugün özümüzün müstəqil dövlətimizi əldə etmək imkanına malik olmuşuq. Azərbaycan Sovet Sosialist Respublikasının özü hətta xeyli dərəcədə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ərazilərdə yarandı. Bəzi Orta Asiya xalqları, Rusiyada yaşayan çoxsaylı xalqlar Stalindən niyə onlara müttəfiq Respublika statusu verilmədiyi halda Azərbaycana müttəfiq Respublika statusu verildiyini sorduqda o cavab verərək bildirirdi ki, Azərbaycan hətta Bolşevik inqilabından əvvəl öz dövlətini yaratmağa nail olmuşdur. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olması Azərbaycan Sovet Sosialist Respublikasının formal da olsa bir sərhədləri olan, formal da olsa bayrağı, himni olan bir ərazidə Azərbaycan adının verilməsinə səbəb oldu. Və biz nəhayət 1991-ci ildə Əbülfəz Elçi bəyin liderliyi, Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı və Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyətini bərpa etməyə nail oldu. Bizim qarşımızda çox böyük vəzifələr var. Azərbaycanın ərazi bütövlüyünə nail olması bizim xalqımızın çox böyük uğurudur. Ancaq bununla kifayətlənmək olmaz. Azərbaycan ərazisində azad, demokratik bir dövlət qurulmalıdır və mən əminəm ki, bugün burada iştirak edən gənclər, bizi dinləyən gənclər, elə bizim də iştirakımızla Azərbaycanda demokratik, azad bir dövlət qurmağa nail olacaq. İndi isə söz Müsavat Partiyası Gənclər Təşkilatının sədri Sənan Səbihoğlu'na verilir. Buyurun Sənan Bey. Əziz müsavatçılar, hörmətli qonaqlar və dəyərli tədbir iştirakçıları. Bugün burada, bu əziz gündə Cumhuriyyətimizin istiqlalını dünyaya elan etdiyi, azadlıq bayrağımızı göylərə ucaltdığı bu gözəl bayramda hamınızı salamlayıram. Bugün burada sizin kimi fədakar, cəsarətli, mübariz, iradəli və haqqın yanında olan insanların qarşısında çıxış etmək təbii ki, mənim üçün həm qürur verici, həm də məsuliyyət hissidir. Bugün burada Cumhuriyyəti yaradan bir ruh var. Bu ruh bundan sonra da indiki gənclərimizdə də daima olacaqdır. 28 may Azərbaycan xalqı üçün hər zaman böyük bir gündür. Mən deyərdim ki, ən müqəddəs günlərdən biri də elə 28 maydır. Və 28 may Azərbaycan xalqının yenidən doğuş günüdür. Azərbaycanın demokratiyaya qovuşduğu gündür. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman o dövrdə çox siyasi çətin proseslər var idi. İstər Rusiyada baş verən proseslər, istər İranda, istər Osmanlıda baş verən proseslər nəticəsində biz üç dövlət arasında bir cümhuriyyəti qurmağı bacardıq. Bura Novxanı kəndidir. O dövrdə savadsızlığın çox olduğu bir dövrdə biz bunu elə etdik. Və indi bizim müasir texnologiyalara, elmə, iqtisadiyyata, demokratiyaya üst tutduğumuz bir dövrdə bu cür qalmağımız təbii ki, doğru deyil. Biz hər zaman öz demokratik haqlarımızı müdafiə eləməliyik və onun sona qədər getməliyik onun ardınca. Və bundan sonra biz Avropa ilə, Amerika kimi nəinki dövlətlərlə artıq özümüzü bir tutmalıyıq. Belə ki, artıq biz texnologiyada, süni zəkada, elmdə, texnologiyada, iqtisadiyyatda, demokratiyada artıq biz onlarla bərabər olmalıyıq. Biz artıq daha böyük nəticələr əldə eləməliyik. Çünki bu gənclər
həqiqətən burada olan gənclər, mən inanıram ki, bundan sonra daha böyük nailiyyətlər əldə edəcəklər. Və bir daha mən bayramımızı təbrik edirəm. Hər zaman demokratik haqlarınızı sona qədər müdafiə edin, dirənin, yürüyün, protesto edin, hər zaman müdafiə olun. Sağ olun. Hörmətli xanımlar və bəylər, əziz dostlar, mən giriş sözümdə dedim ki, Azərbaycan Xalq Cümhuriyyəti xanımlara, qadınlara səs vermə hüququ verən dünyada ilk dövlətlərdən biriydi. Hətta Avropanın demokratiya beşiği sayılan bir çox dövlətlərindən, Amerika Birləşmiş Ştatlarından daha əvvəl məhz Müsavat hökuməti Azərbaycan qadınlarının hüquqlarını, ən ümdə hüquq olan seçmək və seçilmək hüququnu tanıyaraq qadınlara belə bir hüquq vermişdir. Qadın haqları uğrunda mübarizə, gender bərabərliyi uğrunda mübarizə daimi bir fəaliyyətdir və bu günlərdə də bu mövzuda Azərbaycan ictimaiyyətində çox ciddi məsələlər müzakirə olunmaqdadır. Müsavat Partiyası yeganə partiyadır ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar sırasında öz seçkili orqanlarında qadınlara xüsusi kvota tanıyır. Müsavat Partiyasının rəhbərliyində, Müsavat Partiyasının divanında, rayon təşkilatlarında qadınlarımız yetərincə təmsil olunur. İndi isə sözü Müsavat Partiyası divanının üzvü, Müsavat Partiyası Gender Bərabərliyi Komissiyasının sədri hörmətli Könül Aliyə verirəm. Buyurun Könül xanım. Əziz qardaşlarım, əziz bacılarım, əziz müsavatçılar, əziz Novxanılar, Novxanı cəmaatı, dəyərli insanlar. Bugün 28 may Cumhuriyet günündə, Cumhuriyetimizin yaranmasının 108-ci il dönümündə sizi Novxanı torpağında Rəsulzadənin müqəddəs xatirə abidəsinin qarşısında salamlayıram. Mənim üçün böyük şərəfdir. Həmçinin bu kürsüdən sizlərə xitab etmək böyük məsuliyyətdir. Əziz miting iştirakçıları, burada Novxanı kəndində 1884-cü il 31 yanvarda Rəsulzadə dünyaya göz açıb. O uşaqlıq illərini məhz bu kənddə keçirib. Gənclik həyəcanını bu kənddə yaşayıb. Onun azadlıq arzuları məhz elə bu kənddə doğub. Rəsulzadə həyatının ən gənc yaşlarından milli oyanış hərəkatına qoşulub. O, 17 yaşında Müsəlman Qafqaz Gənclər Təşkilatını yaradıb. Müsavat Partiyasının qurucularından biri olub. Elə gənc yaşlarında da Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğuna öndərlik edib. Rəsulzadə elə bir unikal siyasi liderdir ki, elə bir nadir siyasi liderdir ki, ətrafında dövrünün ən böyük, ən dəyərli ziyalılarını toplayaraq milli oyanış hərəkatından Azərbaycanı dövlətçilik ideyasına qədər aparıb. Rəsulzadə deyirdi, azadlıq elə bir cahanşümül fikirdir ki, tək bir insan, tək bir millət, tək bir məmləkət vaqi olsa belə, dünya əmniyyət və azadlıq üzü görə bilməz. Rəsulzadənin fikirləri o zaman necə aktual idisə, bugün də aktualdır. Biz bugün təəssüf ki, yenə də azadlıq mücadiləsi aparırıq. Rəsulzadə o dövrdə ailəsini qurban verdi. Çar Rusiyasının dövründə represiyalara məruz qaldı, zindanlara salındı. Sonra Bolşevik işğalından sonra mühacir həyatı yaşadı. Onun çəkdiyi məhrumiyyətlər, övladlarını qurban verdi bu müqəddəs amal uğruna. Lakin bircə dəfə də ümidi üzülmədi. Heç vaxt həvəsdən, ruhdan düşmədi. Rəsulzadə ondan sonra bu fikrini dedi. Dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz və bugün də Novxanıda, Azərbaycanın hər güşəsində, Bakı
Bakıda, hətta dünyanın hər yerində yaşayan ki Azərbaycanlılar var. Mütləq bu fikri bugün əminəm ki səsləndirir. Bir daha yüksələn bayraq, bir daha enməz. Biz bugün azadlıq mücadiləsi veririk. Rəsulzadənin apardığı həmən o azadlıq toxumunu, Rəsulzadə deyirdi, azadlıq elə bir toxumdur ki deyir, onu bircə dəfə əkəndən sonra o bir daha qurumaz. Biz bugün Rəsulzadənin müqəddəs heykəlinin, xatirə abidəsinin qarşısında həmin toxumu öz inamımızla, gələcəyə ümidimizlə və mübarizəmizlə sulayırıq. Bugün təəssüf ki, Azərbaycanda yenə də eyni vəziyyətdir təxminən biz mübarizəmizi davam etdiririk. Bugün Rəsulzadənin irsini davam edən insanlar təəssüf ki, həbs olunur, zindanlarda yatır. Salam olsun buradan Tofiq Yaqubluya, salam olsun Fatiməyə, salam olsun Nurlana, salam olsun Xəyaləyə. Azadlıq! 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 Salam olsun mübariz jurnalist həmkarlarıma. Bu günləri təsəvvür edin, Azərbaycan mətbuatı yarandığı gündən bəri bəlkə də ən repressiyaların mövcud olduğu jurnalistikaya, milli mətbuata qarşı illər həmin illər idi. Bu illər idi. Biz azadlıq tələb eləyəcəyik, mübarizəmizi davam etdirəcəyik. Onların azadlığı bizim gələcək azadlığımızın təminatıdır. Yaşasın Azərbaycan, yaşasın azad, demokratik, siyasi məhbussuz Azərbaycan və ey Rəsulzadə, sən bil ki, sənin tutduğun yolla, amalınla hələ də davam edirik və bu yolda ömrümüzün sonuna qədər irəliləyəcəyik. Yaşasın Azərbaycan, yaşasın Cümhuriyyət. Çox sağ olun. Azərbaycan! 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 Çox hörmətli xanımlar və bəylər, əziz dostlar. Azərbaycan xalqına çoxlu bayramlar sırınıb. Elə bayramlar var ki, elə qeyd olunan günlər var ki, o günlər Azərbaycan xalqına xoşbəxtlik yox, Azərbaycana bir qaranlıq gətirib, zülmət gətirib. Azərbaycanın ən müqəddəs bayramlarından biri, ən müqəddəs bayramlarının birincisi əslində 28 may Azərbaycan Xalq Cümhuriyyətinin qurulması günüdür. Azərbaycana çoxlu qəhrəmanlar da sırınıb. Şimaldan, cənubdan olan qonşular, onların maraqlarına uyğun, mənafələrinə uyğun olan adamları Azərbaycan xalqına bu xalqın qəhrəmanları kimi sırayıblar. Amma Azərbaycan xalqının ən böyük qəhrəmanı, Azərbaycan tarixinin ən böyük şəxsiyyəti Böyük Məhəmməd Əmin Rəsulzadədir. Azərbaycan tarixinin ən böyük, ən görkəmli şəxsiyyətləri, qəhrəmanları, ziyalıları Əli Mərdan bəy Topçubaşovdur, Nəsib bəy Usubəylidir, Fətəli xan Xoyskidir. Bu şəxsiyyətlər və digər Xalq Cümhuriyyətinə rəhbərlik etmiş insanlar Azərbaycan xalqına Rəsulzadənin təbirincə desək, demokratiya dadızdırdılar. Onlardan öldürülənlər öldürüldü. Fətəli xan Xoyski, Nəsib bəy Usubəyli qətlə yetirildi. Ancaq həyatda qalıb yaşayanlar Azərbaycan işini, millət işini, xalq işini, dövlət işini sonra da davam etdirdilər. Bugün keçirilən bu tədbir yalnız Bakı şəhərində, Novxanı şəhərində keçirilmir. Bugün bu tədbir Gəncə şəhərində, Zaqatalada, başqa yerlərdə keçirilir. Bugün Azərbaycan xalqı öz qəlbində özünün ən möhtəşəm, ən qürurlu bayramlarından birini qeyd etməkdədir. Bugün keçirilən bayram həm də Böyük Məhəmməd Əmin Rəsulzadənin Ankara'da olan məzarı başında keçirilir. Buradan Məhəmməd Əmin Rəsulzadə işinin davamçıları, onun qurduğu Müsavat Partiyasını qoruyub, saxlayıb, Azərbaycana sonra təhvil vermiş, Cəmil Ünal başda olmaqla Azərbaycan Kültür Dərnəyinin üzvlərini, hörmətli Səlcuq Önalı, hörmətli Yaşar Tezəli, hörmətli Oktay Erolu, hörmətli Tuncay Kirhanı və digər dostlarımızı, Nəsrin xanımı və Kültür Dərnəyinə aid olan, Azərbaycan Milli Mərkəzinə aid olan bütün müsavat sevərləri, Azərbaycan sevdalılarını burada sizin adınızdan salamlayırıq. Hörmətli xanımlar və bəylər, təəssüflə qeyd etmək lazımdır ki,
müxtəlif qondarma bayramlarda Azərbaycanın 3 rəngli bayrağı Bakı şəhərinin, Azərbaycanın küçə və rayonlarını bəzəyirsə, bugün 28 may günü Bakı şəhərinin küçə və meydanlarına Azərbaycan bayrağı asılmayıb. Amma onu qeyd etmək lazımdır ki, əgər yalnız bir gün Azərbaycanın milli bayrağı bayram münasibəti ilə Azərbaycanın hər yerində asılmalıdırsa, o məhz 28 may günüdür. Çünki bu bayrağı 28 mayı yaradanlar Azərbaycan xalqı üçün gətiriblər. Böyük Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının ən böyük əsəri Azərbaycan dövlətidir. Böyük Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının Azərbaycan xalqı üçün yaratdığı möhtəşəm dəyərlərdən biri də Müsavat Partiyasıdır. Məhz Müsavat ideyası ətrafında toplaşan insanlar Elçi bəyin Xalq Cəbhəsinin rəhbərliyi altında Azərbaycan xalqının iradəsi ilə 91-ci ildə Azərbaycan xalqının arzularını, iradəsini həyata keçirərək Azərbaycan Xalq Cümhuriyyətini bərpa etməyə nail oldu. Bugün Azərbaycan Xalq Hərəkatının həyatda olan birinci şəxsi, birinci lideri Müsavat Partiyasının bugünkü başkanı hörmətli İsa Qəmbərə söz verirəm. Əziz bacılarım və qardaşlarım, bugün doğrudan da xalqımız üçün və xüsusən də bizlər üçün, müsavatçılar üçün, müsavat dəyərlərini qəbul edənlər, anlayanlar üçün tariximizin ən önəmli günlərindən biri əslində birincisidir. Bugün Məhəmməd Əmin Rəsulzadənin liderliyi altında, Müsavat Partiyasının rəhbərliyi altında Azərbaycanın istiqlalı əldə edilibdir. Azərbaycanın tarix boyu çoxsaylı dövlətlərindən sonra ilk dəfə demokratik, parlamentli bir dövləti yaradılıbdır. Bugün münasibəti ilə sizlərin hamınızı və sizin simanızda bütün xalqımızı təbrik edirəm. Biz bu tədbiri adətən Novxanı kəndində qeyd edirik. Bunun bir səbəbi Rəsulzadənin bu ətrafda yeganə abidəsinin məhz Novxanı kəndində olmasıdır. Təbii ki, Rəsulzadənin özünün Novxanı kəndini yetirməsi olmasıdır və mən bir daha burada Novxanı kəndinin ağsaqqallarını, ziyalılarını, gənclərini salamlayıram. Təşəkkür edirəm bayram tədbirində bizimlə birgə iştirak etdikləri üçün. Amma eyni zamanda tədbirin burada qeyd edilməsinin başqa bir səbəbi də odur ki, Rəsulzadənin heykəli Bakının ən yüksək nöqtəsində yüksəldilməli idi. Təəssüf ki, bu edilmir, əksinə bu uzadılır, ləngidilir, problemlər yaradılır. Rəsulzadənin adı Bakı Dövlət Universitetindən, hansını ki, o yaradıbdır, universitetdən alınır və onun adının mümkün qədər arxa plana keçirilməsi üçün səylər göstərilir. Burada əvvəlki natiqlər çıxışlarında o dövrün bir sıra məqamlarına toxundular, ona görə mən detallara getməyəcəm. Ancaq bəlli məsələdir ki, bu Cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadədir. Bunu biz müsavatçılar da bilirik, bunu ölkəmizin ən dəyərli alimləri, ziyalıları, həmin dövrün tədqiqatçıları da gözəl bilirlər. Biz bu sözü deməklə qətiyyən digər qurucuları, Əlimərdan bəy Topçubaşovu, Fətəli bəy Xoylunu, Nəsib Yusufbəylini, Həsən bəy Ağayev və digərlərini qətiyyən arxa plana atmaq fikrində deyilik. Onlar nəhəng insanlardılar, Azərbaycan üçün nəhəng işlər görüblər və bizim onlara da sevgimiz, sayğımız sonsuzdur, əbədidir. Amma əgər hakimiyyət Rəsulzadəyə qarşı bu qədər soyuqqanlılıq göstərirsə, bəzən də müxtəlif şəxslərin vasitəsilə Rəsulzadəyə qarşı Əlimərdan bəy Topçubaşovu və digərlərini qoymağa çalışırsa, çox sadə bir sual yaranır. Yaxşı, siz digərlərini Rəsulzadədən də önəmli hesab edirsiniz Azərbaycan tarixi üçün. Bəs onların abidəsi hanı? Niyə Əlimərdan bəy Topçubaşovu Bakının ən görkəmli bir yerində heykəli yoxdur? Niyə Fətəli bəy Xoylunun heykəli yoxdur? Təsəvvür edirsiniz, Bakıda sayısız hesabsız abidələr var. Məsəl üçün, elə biri Ayna Sultanovun abidəsi. Təsəvvür edirsiniz, Bolşevik hakimiyyətinin təbliğatçılarından birinin abidəsi qalır, amma Rəsulzadənin, Topçubaşovun, Xoylunun və digər böyük şəxsiyyətlərin, Cumhuriyyəti quran şəxslərin heykəllərindən əsər əlamət yoxdur. Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları
Azərbaycan Cumhuriyyətini yaratmaqla, parlamenter dövlət qurmaqla, Müsavat Partiyasını yaratmaqla, bizim üç rəngli bayrağımızı yaratmaqla, bizim müqəddəs himnimizi yaratmaqla, bizim gerbimizi qəbul etməklə Azərbaycana dəhşətli dərəcədə böyük, nəhəng bir xidmət göstərirlər. O xidmətin nəticəsidir ki, Azərbaycan xalqı bütün dünyada sayılan, seçilən, hörmət edilən xalqlardan biridir. Biz hər zaman haqlı olaraq deyirik ki, Azərbaycan Demokratik Cumhuriyyəti Şərqdə ilk demokratik dövlətdir. Amma dünyada da demokratik dövlətlərin sayı elə də çox deyildir. Yəni, 1914-cü ildə Birinci Dünya Savaşı başlayanda dünyada 10-15 dənə demokratik sayılan dövlət var idi, ya da yox idi. 2018-ci ildə Birinci Dünya Savaşı bitəndən sonra Azərbaycan da daxil bir neçə dövlətin yaranması ilə demokratik dövlətlərin sayı 29-a çatıb dünyada. Təsəvvür edirsinizmi? Dünyada 5000 dil var. Bu 5000 xalq deməkdir. O 5000 xalqın içindən yalnız 200-ə yaxınının dövləti var və bu 200-ə yaxın dövlətdən də biri 1918-ci ildə demokratik bir dövlət olaraq qurulubdur. Və yeri gəlmişkən, Rusiya bolşevikləri 1920-ci ilin aprelin 27-sində Azərbaycanı işğal etdilər və zaman-zaman deyilir ki, Azərbaycan Cumhuriyyəti ilə Rusların qurduğu Cumhuriyyət cəmisi 2 ildən biraz az müddətdə yaşaya bildi. Amma Rusların öz dövləti nə qədər yaşayıb ki, Ruslar da 1917-ci ilin fevralındakı inqilabdan sonra demokratik bir dövlət qurmağa çalışmışdılar. Onların o demokratik dövləti heç bir il də çəkmədi, 10 ay da çəkmədi. 1917-ci ilin oktyabrında bolşeviklər öz ölkələrində də hakimiyyəti ələ keçirərək öz xalqlarının da inkişafını qabağını aldılar. Necə ki, Azərbaycan xalqının, digər xalqların inkişafının qabağını alırdılar, öz xalqlarının da qarşısını aldılar. Və buna görə də Rəsulzadəyə münasibət sadəcə bugünkü hakimiyyətin müsavata qarşı, Rəsulzadəyə qarşı, Cumhuriyyət quranlara qarşı qısqanclığı deyil. Bu həm də siyasi, ideoloji bir fərqdir. Bu, Rəsulzadə başda olmaqla Cumhuriyyət quranların demokratik xətti ilə, demokratik dəyərləri ilə sonraki hakimiyyətlərin və indiki hakimiyyətin avtoritarizmə, totalitarizmə, diktaturaya meyli ilə müqayisə olunan bir məsələdir. Bu, Rəsulzadə və onun silahdaşlarının Azərbaycanın Türkiyə ilə və Avropa ölkələri ilə ittifaqını istəyən bir fikirlə yanaşı, indiki hakimiyyətin hər addım başı Bakıda, Azərbaycanda Rus məktəblərinin, Rus dilli məktəblərin sayı ilə fəxr edən hakimiyyətlə müqayisə edilməlidir. Bu, ciddi ideoloji, siyasi, mədəni fərqlərdir və bu məsələ özü göstərir ki, indiki hakimiyyətin Rəsulzadəyə, onun silahdaşlarına, Müsavat Partiyasına, bizlərə qarşı, Azərbaycanda haqq ədalət uğruna mübarizə aparan insanlara qarşı münasibəti təkcə qısqanclıq deyil, həm də siyasi, ideoloji fərqlərlə bağlıdır. Biz haqlı olaraq Cumhuriyyətimizlə fəxr edirik, parlament dövlətimizlə fəxr edirik. 18-ci ildə qurulmuş bu möhtəşəm dövlətlə fəxr edirik. Və hakimiyyət özü də bu Cumhuriyyəti sevməsə də, Cumhuriyyətin dəyərlərindən faydalanmağı sevirlər. Tez-tez təkrar edirlər, orada-burada. Onlar da deyirlər ki, şərtli Cumhuriyyəti biz qurmuşuq, qadınlara azadlıq, qadınlara parlamentdə seçki hüququnu biz vermişik. Bunu deyirlər. Yəni, ürəkdən olmasa da özləri də bundan faydalanırlar. Amma bu hakimiyyət bir şeyi də anlamaq istəmir ki, Cumhuriyyət, istiqlal təkcə qürur üçün, təkcə fəxr etmək üçün əldə olunmur. İstiqlal xalqın xoşbəxtliyi üçündür. Məhəmməd Əmin Rəsulzadənin möhtəşəm fikirlərindən biri belədir ki, Azərbaycana müstəqilliyini yaşadacaq və Azərbaycan türkünü, Azərbaycan vətəndaşını xoşbəxt edəcək firqənin adı müsavat olmaya bilər, ancaq həmin firqənin mahiyyəti müsavatçılıq olmalıdır. Yəni, bu o deməkdir ki, bütövlükdə istiqlalın, azadlığın, cumhuriyyətin məqsədi, hədəfi Azərbaycan xalqının, Azərbaycan vətəndaşının xoşbəxtliyidir. Bu xoşbəxtlik istiqamətində indiki hakimiyyətin hansı uğuru var, hansı addımı var? Ölkədəki problemlərdən danışmağa başlasaq, saatlarla söhbət davam edəcək. Ölkə bərbad vəziyyətdədir. İnsanların həyat səviyyəsi çox aşağıdır. Yaşamaq gündən günə, ildən ilə çətinləşir.
Ölkədə demografiyanın vəziyyəti bəllidir. Evlənmələr azalır, uşaqların dünyaya gəlməsi azalır. Gənclər ölkəni tərk edib xaricə gedirlər. Gedib fəhlə kimi işləyən də var, ziyalı kimi çalışan da var, alim kimi çalışan da var. Bu saatı ölkəni ən çox tərk edən peşə sahiblərindən biri həkimlərdir. Təsəvvür edirsinizmi? Azərbaycanda yetişən həkimlər xaricdə işləməyə çalışır. Eləcə də başqa ixtisas sahibləri, gənclər, kompüter ustaları, proqramçılar və s. və s. Məhəmməd Əmin Rəssadə deyirdi ki, gənclik bir millətin ümid çırağıdır. Və indiki hakimiyyət xalqa bütövlükdə və gənclərə bu şərait yaratmaqla faktiki olaraq xalqımızın ümid çırağını söndürməyə çalışır. Gələcəyini zədələyir. Eyni sözləri qadın azadlıqları ilə bağlı da demək olar. Məhəmməd Əmin Rəssadənin məşhur bir sözü var idi ki, qadını azad olmayan millətin özü də azad ola bilməz. Bugün isə Azərbaycanda elə bir şərait yaradılıb ki, bəziləri qadınları yenidən də mətbəx səviyyəsinə, ailə çərçivəsinə geri göndərmək istəyirlər. Halbuki qadın azadlığın rəmzidir. Qadının azadlığı millətin azadlığı deməkdir. Qadınlarımız ictimai siyasi sahələrdə, iqtisadi sahələrdə, mədəniyyət sahəsində, bütün sahələrdə öndə olmalıdır. Millətin gücü qadınların fəallığındadır. Ona görə də Müsavat Partiyası olaraq biz bütün bu istiqamətlərə hər zaman diqqət vermişik və diqqət verməkdə davam edəcəyik. Gənclərimizin irəli çıxmasına, qadınlarımızın fəallaşmasına əlimizdən gələn bütün dəstəyi vermişik və bu dəstəyi göstərməkdə davam edəcəyik. Eyni zamanda bunun ölkə miqyaslı olmasını istəyirik və tələblərimizi edirik və edəcəyik. Bugün Azərbaycanımız çox mürəkkəb bir dövrdə mövcuddur. Dünya çox qəlizləşibdir. Dünyada müharibələr davam edir və işin tərsliyindən o müharibələrin ən qanlı variantları Azərbaycanın böyründədir. Azərbaycandan şimalda da, Azərbaycandan cənubda da qanlı müharibələr davam edir. Bölgə bütövlükdə qana bürünübdür. Bugün dünya dövlətləri arasında beynəlxalq hüquqa, haqqa, ədalətə tərəf çıxmaq əvəzinə maraqlara əsaslanan, şəxsi maraqlara, qrup maraqlarına əsaslanan siyasət önə çıxmağa başlayıbdır. Belə bir mürəkkəb dönəmdə millətin gücü üçün, ölkənin sağlamlığı, qorunması üçün və inkişafı üçün milli birliyə həddindən artıq böyük ehtiyac var. Biz obyektiv insanlar kimi qeyd edirik ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi 44 günlük müharibə dövründə Azərbaycanda hər halda milli birlik, həmrəylik istiqamətində müəyyən addımlar atılmışdı. O millət, ilk növbədə millət özü o həmrəyliyi təmin eləmişdir. Və indiki hakimiyyət də dərk eləməlidir ki, milli birlik olmadan, həmrəylik olmadan, insanların haqqı, ədaləti qorunmadan ölkənin problemlərini həll etmək mümkün olmayacaq. Nə bütövlükdə Azərbaycanımızın, nə də Azərbaycanda hər hansı bir siyasi qüvvənin, hətta hakimiyyətin özünün də gələcəyini yalanın üzərində, zorakılığın üzərində, oğurluğun üzərində, korrupsiyanın üzərində qurmaq olmaz. Yalnız azadlıqlar, ictimai, siyasi və iqtisadi azadlıqlar, haqq, ədalət, gerçək seçkilər, azad mətbuat, bu azadlıqlar xalqın gücünün ortaya çıxmasına imkan verəcək və ölkəmizin güclənməsinə, inkişafına, yenə də dünyanın ən hörmətli dövlətlərindən biri kimi yoluna davam etməsinə şərait yarada biləcək. Ona görə də biz Müsavat Partiyası olaraq ziyalılarımıza, gənclərimizə, qadınlara arxalanaraq mübarizəmizi davam etdiririk. Məhəmməd Əmin Rəssadənin bir gözəl sözü də yadıma düşür. O deyirdi ki, biz çox xoşbəxt insanlarıq ki, Azərbaycanımız yolunda fədakarlıq eləməyi şərəf bilir. Yəni biz müsavatçılar xalqımıza, millətimizə xidmət eləməyi şərəf bilirik. Və bu şərəf yolunu biz sizlərlə bir yerdə və sizin simanızda xalqımızın böyük əksəriyyətinə bir yerdə davam eləyəcəyik. Və mən əminəm ki, gerçək uğurlara, qələbələrə də bir yerdə nail olacağıq. Bu yolda sizlərə uğurlar, qələbələr arzulayıram. Həm Cumhuriyyət gününüz, İstiqlal gününüz, həm də Qurban bayramınız mübarək olsun. İş elə gətirib ki, bu il Orucluq bayramı gəldi, Novruz bayramının eyni günə 20 Mart'a təsadüf etdi. Və Qurban bayramı günləri də İstiqlal günümüzdə, müstəqillik günümüzlə eyni gündə qeyd olunur. Ona görə bu bayramlarınızı da təbrik edirəm.
Və inanıram ki, biz bir yerdə bütün milli hədəflərimizə, dövlət hədəflərimizə nail olacağıq. Və sonra demişkən, istiqlalımızı da qoruya biləcəyik, vətəndaşımızı da xoşbəxt eləyə biləcəyik. Sağ olun, var olun, Tanrı Azərbaycanımızı qorusun. Çok hürmetli hanımlar ve beyler. Təxminən 30 il ərzində biz buradaki çıxışlarımızda, her yerde gedən müzakirələrdə, toy məclislərində, bütün çıxışlarda demək olar ki, deyilirdi ki, Azərbaycan əraziləri işğaldan azad olunacaq, Qarabağ işğaldan azad olunacaq, Azərbaycan ərazilərində ikinci erməni dövləti qurmaq mümkün olmayacaq. Ama buna inanan adamların sayı ilden ile azalırdı. Yani əhalimizin bir hissəsi, xalqımızın bir hissəsi indiki şəraitdə ərazilərimizin işğaldan azad olunacağına inamını itirirdik. İndi də biz Azərbaycanda demokratik bir dövlətin, azad bir dövlətin, siyasi məhbusların olmadığı bir dövlətin, xalqın iradəsi ilə hakimiyyət strukturları kurulacak bir çiçeklenen dövlətin, bütün sahələrdə her bir insana, her sahədə beraber imkanların tanınacağı bir dövlətin kurulacağını deyirik. Buna inanırıq və siz də əmin olun ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünə nail olduğu kimi, Azərbaycan xalqı demokratik, azad, hüquqi bir dövlət qurmağa da nail olacaq. Azerbaycan, 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 Azerbaycan. Hürmetli hanımlar ve beyler, indi ise Müsavat Partiyasının himniyle Azerbaycan Halk Cumhuriyeti kurulmasının 108 illiğine hasr olunmuş tantaneli bayram tedbirimizi bağlı elan ediyor. Bayrağına göy kuşağı göy rengini verdi. Bayraktanca göyde bir Allah'tı musavat. İller boyu cah meydana cah zindana girdi. Daha kıstardı musavat. İller boyu cah meydana cah zindana girdi. Zalim elədirdi, daha qıstardı musavat. Bəsdir, bəzədik çölləri başdaşlarımızla. Bəsdir, suladı gülləri gözyaşlarımızla. Har gündə tutaq əl-ələ qardaşlarımızla. Dərd qəmi ol, gün kimi doğ, vaxtı musavat. Dərd qəmi ol, gün kimi doğ, vaxtı musavat. Dərd qəmi ol, gün kimi doğ, vaxtı musavat.